10 qəpik bəlkə kimin üçünsə çox kiçik görünə bilər, amma ay sonunda gün ərzində 2 dəfə avtobusdan istifadə edəndə ay sonunda artıq ən azı demək 12-15 günün çörək puludur. Doğru. Bir ailə üçün. Bu çox ciddi bir statistikadır. Amma niyə baş verir bunu? Hökumət nədə yanlış edir ki? Ümumiyyətlə, hökumət niyə qiymət tənzimləmə siyasət aparmalıdır ki? Harda görünüb bu ki, hökumət avtobus qiyməti artırar, işıq qiyməti artırar, su qiyməti artırar. Hökumətin funksiyası bundan ibarət deyil, hökumət bundan ötürü deyil. Hökumətin funksiyaları başqadır. Hökumət idarə etməni düzgün qurmadığı üçün, idarə etməni düzgün təşkil etmədiyi üçün bugün vəziyyət bu yerə gəlib çatır. Niyə bələdiyyə sektorları nəqliyyata Bakı şəhərində rəhbərlik etmir? Niyə bələdiyyələri lazımsız bir quruma çevirib atıblar qırağa? Bələdiyyə qəbirstanlıq yeri satmaqdan başqa bir şeylə məşğul deyil və avtobuslarla xüsusi dövlət strukturu və yaxud da publik hüquqi şəxs yaradılıb, onlar məşğuldur. Niyə? Niyə dünyanın inkişaf etmiş ölkələrinin hamısında bələdiyyələrin hansı işlə məşğul olduğunu və şəhər nəqliyyatı infrastrukturunun kimin tabeliyində olduğunu heç araşdırmadılar? Niyə araşdırmadılar ki, bununla bələdiyyə məşğuldur? Və bələdiyyə bununla məşğul olanda artıq seçilmiş insanlar olaraq mütləq vətəndaşın mənafeyini nəzərə alırlar. Burada seçilmiş insan yoxdur, vətəndaşın da mənafeyi yoxdur. Gedirlər baha qiymətlərə, avtobuslar alırlar, sonra da onu çıxartmağın yollarını axtarırlar. Bu da nədir? Nəqliyyatda gediş haqqını qaldırmaq. Başqa səmərəli bir şey görmürlər. Amma bələdiyyə bu istiqamətdə kifayət qədər yeni yollar aramağa imkanı olan bir struktura çevrilməli idi. Və qiymətlər təbii tənzimlənmə yolu ilə getməlidir. Bir ara Bakıda taksilərin kifayət qədər imkanları var idi ki, indi nəzarətə salıblar onları da deyəsən. Və o taksilər qiymətləri o qədər aşağı etmişdilər ki, hər kəs avtobusdan daha çox taksi xidmətindən istifadə edirdi. Çox əlçatan. Çox əlçatan bir qiymətlər idi. Niyə? Çünki rəqabət var idi. Siz rəqabət mühiti yaratmırsınız. Bələdiyyə və özəl sektor. Bunlar bir yerdə işləməlidir. Dövlət bunların təşkilatçılığı ilə məşğul olmalıdır. Dövlət avtobus gətirib, avtobus reysə salıb, qiymət tənzimləmə ilə məşğul olmamalıdır. Bu, digər sektorlara da aiddir. Təkcə şəhərdə ictimai nəqliyyatın tənzimlənməsi məsələsində yox. İşıqda da, qazda da. Dövlət böyük elektrik stansiyaları vasitəsilə elektrik enerjisi istehsal edir. Lakin bunun satıcısı başqa olmalıdır. Bu, açıq tenderlər vasitəsilə dövlət istehsal etdiyi elektrik enerjisinin 1 kilovat üçün təkliflər verməlidir. Və ya alternativlər olmalıdır. Alternativ enerjilər mənbələri. İstər günəş, istər külək, istərsə də demək, sudan alınan elektriklərin fərqli rəqabət mühitində yaradan şirkətlər olmalıdır. Və onlar nə etməlidir? Onlar özlərinin istehsal etdiyi enerjini dövlətə təklif etməlidirlər. Biz yıxmışıq hamısını dövlətin üzərinə. Dövlət istehsal edir, dövlət satır, dövlət pulun yığır. Bu şəkildə olmur. Bu şəkildə olanda nəticə hər gün qiymətlər qalxacaq. Bir dəfə qiymət artımı ilə bağlı məsələlərdə mən çox rahat bir mövqeni açıq parlamentdə ifadə etmişdim. Dedim, bax, sizin bugün xaricdən aldığınız bir strukturun xaricdən aldığı borcun miqdarı 100 milyon dollardır. 100 milyon kredit götürüb. Devalivasiyadan sonra, devalivasiyaya qədər 100 milyonu ödəmək üçün əhalidən 78 milyon manat pul yığmalıydı. Devalivasiyadan sonra 100 milyon dollar ödəmək üçün əhalidən 170 milyon pul yığmalıdır. Fərqə baxırsınız mı nə qədərdir? Və siz nə etməlisiniz? Siz mütləq qiymətləri qaldırmalısınız. Çünki bu ödəməni əhalinin belinə yıxırsınız. Bu ödəmə dövlətin alternativ vəsaitləri və yaxud da alternativ şirkətlər vasitəsindən həyata keçirilən layihələr deyil. Və buna görə də qiymət artımı heç kimi təəccübləndirməməlidir. Çünki idarə etmə prinsipləri düz deyil, idarə etmənin fəlsəfəsi yanlışdır deyə nəticə etibarilə hər gün hər şeydə qalxacaq. Hər şeydə bu şəkildə qalxacaq. Gediş haqqı qalxdısa, sabah yanacaq qalxdısa, mütləq digər qiymətlər, bazar qalxacaq, çünki hər şey onunla gətirilmir. Buna görə də bu məsələlərin hamısında tənzimləmənin normal və adekvat həyata keçirmək üçün mütləq və mütləq idarə etmə dəyişməlidir.
İdarəetmə şaxələndirilməlidir. Dövlət hər şeyi əlində cəmləməməlidir. Dövlətin vəzifəsi təşkil etmə və nəzarətdir. Dövlətin vəzifəsi başqa şeylər deyil. Dövlət hər işlə məşğul olmamalıdır. Dövlət şərait yaratmalıdır. Şirkətlərə... Niyə maraq göstərmir yaxşı dövlətdə? Bu qədər təkliflər edirsiniz, bu qədər efirlərdən səsləndirirsiniz. Bu qədər, deyim, etməmələrinin səbəbi iqtisadiyyatın və idarəetmənin şaxələndirilməsi hesab edirəm ki, düşünürlər ki, mərkəzdən qaçma prinsiplərinə, hakimiyyətin mərkəzdən qaçma prinsiplərinə təsir edə bilər və mərkəzi hakimiyyət prinsipi laxlaya bilər. Buna görə də düşünürəm ki, etmək istəmirlər. Amma bu yanlışdır, bu gec-tez dövlətin yükünü o qədər artıracaq ki, bu yükün gətirdiyi baskıları çəkə bilməyən əhali etirazını hökumətə bildirəcək. Daha lokal bələdiyyəyə bildirsin, yerli bələdiyyəyə bildirsin, nə bilim, nümayəndələrə bildirsin, şirkətlərlə bu istiqamətə danışsın, bu olmayacaq. Və hər şeyi dövlətin üzərinə, hakimiyyətin üzərinə yönləndirməmək üçün mütləq idarəetmə şaxələndirilməlidir. İdarəetmə şaxələndirilməyəndə mərkəzi hakimiyyətin da narazılıqlar da hamısı bir ünvana yönlənəcək. Buna görə də qiymət artımının səbəbləri, nələri barədə danışanlar 100 dənə bəhanələr deməsin. Avtobusu baha aldıq, falan, niyə alırdın? O qədər rəqabət prinsipi ilə şirkətlər var. Onların limitləri var. 30 illik, 40 illik kredit limitləri var. Götürə bilirlər, istifadə edə bilirlər. Toplanan pulla fərqli vəsaitlər əldə edə bilirlər. Fərqli yerlərə vəsait qoyuluş edib, qiymətlərdə güzəştlər edə bilirlər. Və ikinci, 3 şirkət, 4 şirkət, 5 şirkət rəqabət prinsipi ilə işləsə, nəticədə qiymət mütləq aşağı düşəcək. Çox maraqlıdır. Yəni, qiyməti artıran ayna oldu. Yəni, adətən tarif şurası, indi belə fikirlər var ki, deyəsən tarif şurası artıq buraxılır. Ayna kimdir? Ayna dövlət strukturu deyilmi? Publik hüquqi şəxsidir. Bütün səhmləri də dövlətin əlində olan bir təşkilatdır. Yəni, bu hakimiyyət deməkdir. Ayna müstəqil şəxs deyil ki. Bilirəm, adamlarda daha çox qıcığı yaradırdı tarif şurası. Yəni, bu dəfə tarif şurasının dili ilə danışılmadı. İdarəetmə dəyişməyənə qədər hamı bilir ki, bu hökumətin tabiçiliyində olan struktur. Hökumət bu tabiçilikləri yavaş-yavaş aradan qaldırmalıdır. Yavaş-yavaş bunlar hamısı, yenə deyirəm, özəl şirkətlərə keçməlidir. Benzindən tutmuş, sudan tutmuş, işıqdan, qazdan, hər bir şeydən yavaş-yavaş verilməlidir və rəqabət olmalıdır. Bilirsiniz, bir benzin stansiyasına daxil olan, yanacaq doldurma məntəqəsinə daxil olan qiymətlərdəki fərqi görməlidir. İnkubator cüzəsi kimi hər yerə baxsan hər şeyi. Nə oldu bala, siz hamınız ilə eyni yerdən eyni qiymət alırsınız. Çünki satan yenə də hökumətdir. Amma fərqli şirkətlər olsa, qəpikdən söhbət gedir. Qəpik hamı məcbur olacaq endirməyə. Qəpik. Baxın, əvvəllər Azərbaycanda hamı iri maşınlar sürürdü. Heç bir fərqinə varmadı. Amma iqtisadiyyatın artıq yeni mərhələsinə və düşüncənin yeni mərhələsinə daxil olandan sonra maşınların həcmi də kiçilir. Hamı istəyir, biri hibrid alsın, biri tok alsın, biri plug-in hibrid alsın ki, bir motoru kiçik alsın ki, qənaət edə bilsin. Bax, o qəpiklər o qənaətdir. O qəpiklər rəqabət yaradacaq. Yoxdur, hamısı standart bir qiymət yazır, qoyur ora. Çörəkdən tutmuş hər bir şey. Yəni, tənzimləmənin də yolu bu deyil. Uzun bir məsələdir o tənzimləmənin yolu da. Amma tənzimləmənin yolu da bu deyil. Almaniyada vaxtı ilə çörək məhsullarının tənzimləməyin yolu var idi. Vahid qiymət müəyyən eləmişdi buğda üçün, un üçün dövlət. Ondan aşağı kim gətirirdisə, heç bir qadağa yox idi idxalda. Ondan yuxarı gətirirdisə, 3 qat gömrük rüsumu qoyurdu. Qadağa qoymurdu ona ki, gətirmə. 3 qat gömrük rüsumu qoyurdu müəyyən elədiyi qiymətdə. O qiymətə isə özü sata bilirdi. Təklif edirdi iş adamlarına. Və beləcə qiymət aşağı düşməyə başlayırdı. Bu şəkildədir. Yəni, dövlət bunu düşünməlidir, hökumət bunu düşünməlidir. Yeri gəlmişkən büdcə müzakirə olunacaq yaxın günlərdə, parlamentdə. Və gələn ilin büdcəsi müəyyənləşdiriləcək. Bu büdcədə hörmətli hökumət üzvləri bütün bunların hamısını nəzərdə tutmalıdırlar, nəzərə almalıdırlar. Əhalinin
2026-cı ildə yaşam tərzini bütün hallarda yaxşılaşdırmağın yollarını aramalıdırlar.